həm də şəkli var. Yəni, bu tədbirdə seçilmək, onun özü sənin böyük Azərbaycanın gələcəkdə vətənpərvər bir evladı olmağından xəbər verir ki, bu cür tədbirdə sən seçilmirsən. Mən istəyirəm ki, elə bugün valideynlərin yanında, burada iştirak edən müəllimlərimizin yanında sizi bax bu diplomla bizim fəxri qonağımız Reyhan xanım təqdim eləsin. Nazimə xanım, özünüz yaxınlaşın. Siz deyin Reyhan xanımla birlikdə təqdim edin. Sinif rəhbəriniz orada çox zəhmət çəkir. Şirəli Sahibə Fidan. Yəni, siz anasına sizə də xüsusi təşəkkür edirəm. Hə, yaxınlaşın uşaqlar, təbrik edirsiniz. Süleyxa. Əsma. Gülşən. Bunu çəkən uşaq bu rəsmə səni yaxınlaşdın. Qızım, mən səni təbrik edirəm. Yaxınlaş, mən səni öpümdə. Deməli, hörmətli valideynlər, bütün ən məşhur rəssamın belə əsərindən mən bunu üstün bilirəm. Ona görə ki, bu balaca bir qız, bu ali məktəbli. Görün, nə qədər ürəyində məhəbbət var ki, onun haradasa nəsə dəqiq olmasa belə, buradan məhəbbət düşürür. Bir uşaq ürəyinin istisi var burada. Bəlkə də mən deyərdim, Ələkbər Əliyevin çəkilmiş ən gözəl portreti siz çəkənlər.